Böyrək daşları Azərbaycanda niyə bu qədər çoxdur? Düşündünüzmü? Əsas səbəblər az su içməyimiz, ortalama pasiv həyat yaşamağımız və qidamıza diqqət etməməyimizdir. Yəni duzdan zəngin, proteindən zəngin bəslənməyimizdir. Müşahidələrimə əsasən Azərbaycan xalqı doğrudan da ki 1 litr suyu çox az hallarda keçirirlər. Yəni Almaniyada bu qış vaxtlarında 2 litrdirsə, yayda isə 3 litrdirsə, Azərbaycanda bu yarım litrdən 1 litr arasında dəyişir və bu təbii ki, əlavədən pasiv həyat yaşayırıqsa, yəni idmanla məşğul deyiriksə, böyrəkdə yaranan duzlar bir-biri ilə birləşərək orada daşlar əmələ gətirir və Azərbaycanda böyrək daşı, yəni mərcənvari daşlar həddindən artıq çoxdur. Mənim Almaniyada gördüyüm 1 santim, 2 santimlik daşlar Azərbaycanda 5 santimlərə qədər qalxa bilir və təbii ki, bu qədər böyük həcmdə daşların əməliyyatı da bir o qədər çətin və risklidir. Yəni tövsiyəm odur ki, mütləq dərəcədə əgər siz böyrək daşlarına əziyyət çəkirsinizsə, gündəlik maye qəbulunuz sizin qış vaxtlarında 2 litr, yay vaxtlarında 3 litrə qədər qalxmalıdır ki, bütün bədəndəki bu böyrəkdəki duzlar rahat şəkildə axıb gedə bilsin. Əgər sizdə böyrək daşları varsa və bunu əvvəlcədən də profilaktik şəkildə qabağını almaq istəyirsinizsə, mütləq dərəcədə suya diqqət eləməlisiniz ki, gələcəkdə sizdə böyrək daşları yaranmasın.